İdmançı verilişinin bu sayında beynəlxalq turnirdə mükafat qazanmış Naxçıvanlı gimnastları tanıyacağıq. Bədii gimnastikanı seçməkdə məqsədim odur ki, həm çox maraqlıdır, həm də qızlar üçün daha uyğundur. Əgər məşqçi hər hansısa bir cüzi bir səhvliyə yol versə, uşağın çıxışında da çox pis qiymətləndirilir. Bədii gimnastika artıq mənim həyatımın bir parçasına çevrilib. Bədii gimnastika mənim üçün səbirdir, zəriflikdir və sağlamlıqdır. Mənim 6 dənə birinci yerim, 5 dənə ikinci yerim və 2 dənə də üçüncü yerim var. Dərslə gimnastika arasında mən gimnastikanı seçərəm, çünki gələcəkdə məşqçi olmaq arzum var. Məndən qabaq burada olan gimnastlar, onların hər hərəkətinə baxaraq, onların uğurlarını görərək gimnastikaya gəlməyi daha çox istədim və istəyirəm ki, mənim daha çox uğurum olsun.